Kəlbəcər yaylaqları, ruhun təbiətlə qovuşduğu məkan. Burada gün erkən başlayır, hələ gecədən düşən şey çəkilməyib. Sürünün sahibi dağları seyr edib samavara ot salandan sonra dumanın çəkilməsini gözləyir. Uca dağların qoynunda boya başa çatmışam mən. Dərələrdə, təpələrdə, yamaçlarda yatmışam mən. Qışı sərtdir bizim yerim. Yayı isti, yazı sərin. Sinəsində quzeylərin şeyhə suya batmışam mən. Əyyubun kəllidir xöləcək. Dağlar qoynunda bir bəzək. Gicitləmdən edib özək. Çöldə duza qatmışam mən. Eyvazovlar ailəsi uzun illərdir heyvandarlıqla məşğuldur. Əyyub kişi uşaqlıq və gənclik illərini sürünün arxasınca at çaparaq bu dağlarda keçirib. O vaxtdan illər ötsə də sadiq dostu yenə onun köməyinə çatır. Bu tərəflərdə at çapmaq həm də bir igidlik sayılır. Bu geniş yaylaqlarda hələ də ən etibarlı yol yoldaşı atdır. Dik yamacları və uzaq məsafələri qət etmək üçün illərdir yaşayan bu ənənə indi də dəyişmir. At belində keçilən hər cığır, hər yol Kəlbəcərin təbiəti ilə insan arasında ayrılmaz bir bağ yaradır. Soyuq və sərt qışın ardından gələn günəşli yay mövsümündə sürülər yenidən dağların qoynundakı uçsuz-bucaqsız yaylaqlara qalxıblar. Bura Xolazək kəndidir. İşğaldan əvvəl təqribən 40 ailə yaşayıb. Bu yerlərin cəmaatı qazancını əsasən heyvandarlıq və arıçılıqdan çıxarıb. Kəndin ərazisindən keçən Tərtər çayı isə bu torpaqları bərəkətli və məhsuldar edir. 5 ildir gəldik bura. Təsərrüfatla məşğuluq, qoyunçuluqla. Elə əvvəllər də bu kənddə qoyunçuluqla məşğul idik da, belə özümüzün xüsusi təsərrüfatımız var idi. Gəlirik belə yaylayırıq, qışda aparırıq. Mən Goranboyda yaşayıram aşağıda. Goranboyda saxlayıram qış mövsümünü. Ancaq yazla may ayının axırı gəlirik bura. Eyvaz doğma evlərini tərk edəndə 37 günlük körpə olub. Özü də 44 günlük vətən müharibəsinə könüllü qoşularaq evlərinə kimi gəlib çıxıb. O günləri xatırlayanda səsindəki həyəcan, gözlərindəki sevinc açıq-aydın sezilir. Son 5 ildir ki, o da atası ilə birlikdə təsərrüfatlarını yaylağa gətirir. Kəndimizdə gördünüz, dağıdılmış, soyulmuş evlər var. Ümumiyyətlə Kəlbəcərdə bütün evlər bir-birinə oxşuyur. Onların da bir dənə oxşar cəhətləri var ki, dağıdılmış. Və bir də maraqlı bir tərəf var ki, hər bir evin içərisində müəyyən bir ağacın bitməsi. Bəlkə də o ağac elə bizi illərdir, bizim həsrətimizi burada göyərdən idi. İşğaldan azad olunan bir gündən biz gətiririk təsərrüfatımızı burada saxlayırıq. Həm təbiət zəngindir, həm özümüz üçün əlverişlidir, təsərrüfat üçün əlverişlidir. Əvvəllər aran zonasında əziyyət çəkdiklərini deyən fermerlər indi geniş örüşlərin, bol sulu çayların əhatəsində rahatlıqla dolanışıqlarını təmin edirlər. 93-cü ildən sonra bu Kəlbəcərdəki biz çıxdıq, işğal olundu Kəlbəcər. Biz çox əzab əziyyətlər çəkdik. Həqiqətən heç xəyalımıza gəlməyən əzablar əziyyətləri çəkdik. Amma bu günləri çox rahatıq. Heyvanımızı da rahat saxlaya bilirik, təsərrüfatımızı. Çünki bizim dolanışığımız bu təsərrüfatımızdır. Bu günləri biz ondan yararlanırıq. Biz bu günlərin o təsərrüfatımızdan istifadə edirik. Yağından, südündən, pendirindən, ətindən. Bu yerlərin özünə məxsus ruhu var. Sadəlik, səbir və zəhmət. Yaylaq insanının həyatını məhz bu keyfiyyətlər ifadə edir. Burada hər yeni gün zəhmətlə başlayır, dağların qoynuna çökən sükutla başa çatır. Dağların arasında səs-küydən uzaq, qaranlıq bir gecə. Burada günün yorğunluğu əsasən axşam süfrə başında toplaşmaqla unudulur. Ailələr öz aralarında söhbət edirlər, gün ərzində qarşılaşdıqları maraqlı hadisələrdən danışırlar. Kəlbəcər yaylaqlarındakı
Bu həyat tərzi nəsildən nəslə ötürülən bir mədəniyyət və yaddaşdır. Qasım Xuluflu, Rövşən Kəlbəcərli, İTV Xəbər, Kəlbəcər.